Salam əziz izləyicilər, mən şairə İsmirə Günəş. Şəhid ailələrinə ziyarətlərim davam edir, hal-hazırda Naxçıvandayım. Naxçıvanda bu ocaqda bir il bundan əvvəl olmuşdum. Qəhrəman şəhidimiz Əli Əliyevimizin ziyarətgahı. Şəhid ocaqları, şəhid muzeyləri mənim üçün pirdir, qibləgahdır, ziyarətgahdır, ən müqəddəs ocaqdır. Bir il bundan əvvəl tanımışdım qəhrəmanımı. Bir neçə ay sonra o mənim kitablarımın qəhrəmanına çevrildi. Mənimlə birlikdə bütün bölgələri adı dolaşdı. Özü dolaşa bilməsə də. Hər bölgədə tanıdılar mənim qəhrəmanımı. O, orta məktəbdən hərbiçi olmaq istəyirdi. Elə istiqamətini də hərbiçi olmaq üzrə planlaşdırmışdı. Hərbi məktəbi oxudu. Vətən torpaqlarının keşiyində durdu son bir anına qədər. Bugün anasının, atasının yanında ola bilməsə də, bugün bütün Azərbaycanın fəxridir əlimiz. Hər birimizin ən doğması, ən əzizidir əlimiz. Yanında qəhrəman şəhidimizin atası Cavad əmi və anası Nailə anamız dayanır. Bu dəfə bu ocağa qəhrəmanımın yer aldığı 2 kitab və bir də Dəmir Yumruq Alfa Cəmiyyətinin təşəkkürnaməsi ilə gəlmişəm. Azərbaycan Respublikasının Ali Baş Komandanı Qalib Sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olmasında, haqq savaşında, vətən müharibəsində göstərdiyi şücaətə görə şəhidlik zirvəsinə ucalaraq şəhadətə qovuşan, zəfər gününü bizlərə yaşadan şəhid Əliyev Əli Cavadoğlu Dəmir Yumruq fəxri diplomuna layiq görülür və şəhid ailəsinə təqdim olunur. Vətən qarşısında xidmətləriniz unudulmazdır. Biz sizləri unutmarıq qəhrəmanlar. Əmi, bu kiçik hədiyyə Dəmir Yumruq Alfa Cəmiyyətinin sizlərə olan hədiyyəsidir, təşəkkürnaməsidir. Onların igidliyinin, qəhrəmanlığının yanında onlar heç nədir, amma az da olsa unutmamamızın kiçik bir göstəricisi olsun. Qəhrəman Analar kitabında yer alıb bizim əlimiz, Nailə anamızla birlikdə. Bu kitabda şəhid anaların xatirələri yer alıb. Əlimiz də doğulduğu bir gündən anasının yaddaşında necə qalıbsa, uşaqlığından bu günə kimi xatirələrində necə qalıbsa, bax elə nəşr olundu kitabda. Ruhu şad olsun qəhrəmanımın. Daha bir kitabımsa Mən Ulduzlar kitabında yer almışdı. Əvvəl bunu da sizə təqdim edeyim. Hələ neçə kitabda yer alacaq mənim qəhrəmanım. Hələ neçə şairlərin qələmi vəsf edəcək onun qəhrəmanlığını. Bugün mən unutmadım. Sabah sizlər. Döyün bu qapını, açın bu qapını, ziyarət eləyin. Bu müqəddəs ocaqlardan sizin də xəbəriniz olsun. Bu müqəddəs ziyarətgahlarda sizin də iziniz olsun. Gəlin görün, analar, atalar, necə oğullar böyüdü bu vətən üçün. Sonda şəhidimizin anasının, atasının hər hansı bir ürək sözü varsa, onları eşidək. Mən də öz adımdan, ailəmizin adına sizə minnətdaram. Şəhidinə dəyər verən hər bir Azərbaycanlıda, başda da sizin kimi şairələrdən, yazarlardan. Çünki bu yazılan kitablar biz böyün varıq, sabah yoxuq, hamısı tarixdə qalacaq. Bu şəhidlərimizi də, bu qəhrəmanlarımızı da gələcəyə axtarmağın ən yaxşı yolu yazılan şeirlər, yazılan yazılar bunlar olacaq. Bir daha minnətdaram, çox sağ olun. Sizlər sağ olun. Mən də sizə öz təşəkkürümü bildirirəm, çox sağ olun. Ha vaxt Naxçıvanda yolunuz düşsə, bizim qonağımızsınız, əzizimizsiniz. Çox sağ olun. Necə ki, belə şəhidləri tanıdırsınız. Biz də sizin qulluğunuzda hazırıq. Çox sağ olun. Allah köməyiniz olsun. Allah razı olsun. Sizlər var olun ki, şəhid qapıları, onların ailələri orada var deyə açılır. Mən bilirəm ki, məsələn, bu qapını açsam, orada məni şəhidimin anası, atası qarşılayacaq. Ona görə Allah sizlərə uzun ömür, can sağlığı versin ki, məndən də başqa neçə gənclərimiz, yazarlarımız, bir sözünə şəhidinə dəyər verən hər kəs ziyarət eləsin bu ocağı, bu müqəddəs məkanı. Ruhu şad olsun qəhrəmanımızın.
Və burada başqa şəhid ailələr də var. Elçin İbrahimlimizin anası, babası yanımdadır. Onlar da mənimlə birlikdə ailənin ziyarətinə gəliblər. Siz də yanımdayanın. Aylar əvvəl mənim bu ailəni tanımağımın səbəbkarı elə Aynuran olmuşdu. İlk dəfə mən bu qapıya da gətirən Aynuran olmuşdu. Və mən bu evi ziyarət eləyəndə bilmişdim ki, Əli ilə bizim elçinimiz hər ikisi eyni məktəbdə oxuyublar. Eyni sinifdə. Eyni sinifdə oxuyublar. Eyni məhəllə uşağı olublar. Liseyi də bir yerdə oxuyublar. Akademiyanı da, hərbi akademiyanı. Eyni hərbi hissədə də İkisi şəhid birlikdə olub. bir şəhidlərdir. Və onların yollarını kəsişdirən çox məqamlar var. Sonda elə şəhidlik də onların yollarını kəsişdirdi. Bir il fərqi ilə hər ikisi də sentyabrda, biri qisas əməliyyatında, biri də antiterror İkisi də əməliyyatında. sentyabrda anadan olmuşdu. Hər ikisi sentyabrda anadan olmuşdu. Sentyabrda da mələk oldular, cənnətə köçdülər. Ruhları şad olsun, qəhrəmanlarımın. Hər ikisinin ruhu şad olsun. Mən bilirəm ki, elçinimizin ruhu şaddır. Çünki bu qədər Naxçıvan şəhidimizi onun sayəsində tanıyıram. Və bilirəm ki, Əlimizin də ruhu şaddır. Çünki bu qədər bölgələrdə o da mənimlə birlikdə yoldaşlıq eləyir. Bilirəm ki, ruhları hər zaman köməyimdir. Fəxrəddin əmimizin ürəyindən keçənlər varsa eşidək. Bugün Elbalan'ın ziyaretindeyik. Evinin, ailesinin, atasının, anasının, onun muzeyinin, otağının ziyaretindeyik. Ben diyelim ki bu şəhidlərimiz ölmüyor. Öz ölümleriyle ölmezliğe kavuşup. Bəli. Neyse ki hayat var, onlar yaşayacaq. Onları unutmağa hiçbir Azərbaycanlının hakkı yoktur. Çünkü onların hesabına bugünkü gündə başuca gəzirik. Onların hesabına uzaq gəzirik. Onlar tək torpağı yox. Onlar bizim mənliyimizi, kişiliyimizi, qeyrətimizi, yuqarımızı, bütövlükdə varlığımızı geri qaytardı. Yoxsa torpaqlar necə ki alınmamışdı, bu yaşamaq dəyildi, biz yaşayırdıq. Həmişə baş aşağı. Odur ki, bizim bu şəhidlərimiz öz əməlləri ilə, öz igidlikləri ilə tarixə yazıldılar. Özün də necə tarixə, əbədi tarixə. Onlar heç vaxt unudulmayacaq. Mən deyərəm ki, mən Elçin İbrahim'in babası olduğum kimi, elə əlimizin də babasıyam. Bütün deyərəm ki, şəhidlərimizin də babasıyam. Allah ömür versin sizə də. Fərqi yoxdur. Elçin olsun, gerisi olsun. Elçin şəhid olmamışdan da mən əzabı çəkirdim. Hər tədbirlərdə, hər yada düşəndə, və yaddan çıxan məsələdə dəyildi. Allah cəmi şəhidlərimizin ruhlarını şad eləsin. Amin. Məkanlarını cənnət eləsin. Məqamlarını uz eləsin. Cavad, elədir ki, hamımız gedəcəyik. Hamımız gedəcəyik. Ancaq 3 gün, 5 gün sonra yaddan çıxacaq. Deyəm ki, övladlarımız müəyyən müddət yadda qalsaq da, ondan sonra tarixdir. Yaşayırıq, görürük, yaddan çıxacaq. Ancaq bu balalarımız əbədiyyətə qovuşdu. Ölməzliyə qovuşdu. Allah hamısının ruhunu şad eləsin. Allah hər birimizə səbr versin. Həyatdır. Həyatın hər üzü var. Bunlar öz şəhidləri ilə, şəhidlikləri ilə deyim ki, düzdür, ağrılı, acılı, o ürək ağrısı var hər ailədə, hər birinin ailəsində. Ancaq başucu olmaq lazımdır.
Onlar öz ölümləri ilə bizim başımızı uc elədilər. Hər tərəfdə üzü ağ, başı uca gəzib sözümüz deyə bilirik. Allah bir daha cəm şəhidlərimizin ruhunu şad eləsin, məqamlarını uzun eləsin. Nə deyim? Ruhlar şad Ruhlar olsun. şad olsun. Sağ olun. Amin. Çok sağ olun. Ana Allah da səndən razı olsun. Hər biriniz haqqınızı halal eləyin. Sağ olun. Şəhidlərimizin ruhu şad olsun. Zaten məqamları ucadır. Şəhidlərə deyirlər Allah rəhmət eləsin deməyin. Onların yeri behişdir. Ruhları şad olsun deyə. Allah sənin də canını sağ eləsin. Sənin kimilərin canını sağ eləsin. Yaz bilmirsiniz, yaz bilmirsiniz, qış bilmirsiniz. Azərbaycanı dolaşırsınız. Əziyyət çəkirsiniz. Bütün şəhid ailələrinin qapısını döyürsünüz. Onlar haqqında məlumatlar toplayıb, onları tarixə, kitaba həkk edirsiniz. Çox sağ olun. Ömrünüz uzun olsun. Allah razı olsun. Sağ olun.